Bismillahirrahmanirrahim. Qala Rasulullah, Hazret Rasulullah sallallahu aleyhi ve sellem, sahabeler əyləşmişdilər. Həzrət orada buyurur. Qala Rasulullah, Həzrət buyurur, Həddəsəni Cəbrailu. Həzrət Rasulullah buyurur ki, Cəbrail mənə bu hədisi nəql eləyib. Kimdən? Ən Rəbbi İzzəti Cəllə Cəlaluh. Allah, o izzətli, cəlal sahibi olan Allahdan. Ənəhu, Allah yəni belə deyib. Get, ey Cəbrail, get mənim peyğəmbərimə, mənim həbibimə belə deyinə. Nə deyib? Ənəhu qalə, Allah deyib. Mən əlimə ən la ilahə illallah ənə vəhdi. Hər kim desə, Allahdan başqa Allah yoxdur, nə deyib? Və mən təkəm, hər kim desə, məndən başqa Allah yoxdur və mənim təkliyimi qəbul eləsə, bilsə daha doğrusu, mən əlimə ən la ilahə illallah ənə vəhdi, hər kim desə, məndən başqa Allah yoxdur və mən təkəm və ənə Muhammədən əbdi və Muhamməd mənim bəndəmdir və Rəsuli və mənim elçimdir və ənə Əli ibn Əbi Talib əleyhissalam xəlifəti və Əli ibn Əbi Talib, Əbi Talibin oğlu Əli mənim xəlifəmdir və ənəl əimmətə min vuludihi və onun nəslindən olan 11 imam mənim övladlarımdır, hüccəci, mənim hüccətlərimdir, yəni imamlarımdır. Hər kim bunu bilsə, yəni Əsəd buyurur ki, hər kim bunu bilə. Nəyi bilə? Mən Allaham və mən təkəm. Muhammed mənim bəndəmdir və mənim elçimdir və Əli ibn Əbi Talib mənim xəlifəmdir və ənəl əimməti və həqiqətən imamlar min vuludihi, onun övladları, yəni Əlinin nəslindən olan 11 övlad, imam, hüccəci, mənim hüccətlərimdir, mənim xəlifələrimdir. Ədxəltuhu cənnəti. Ondan sonra buyurur ki, mən onları daxil eləmişəm cənnətimə. Həzrət Əlini daxil eləmişəm öz cənnətimə. Bir rəhməti, öz rəhmətimlə. Və nəccəytuhu minənnar. Və cəhənnəm odundan da ona nicat vermişəm. Bi afvi, öz əffimlə. Və əbəhtu ləhu bi cavari. Və mən onu öz qonşuluğumda ona hibə eləmişəm. Yəni, Həzrəti Əlini öz qonşuluğumda ona yer vermişəm. Özümə qonşu olmağı ona hədiyyə eləmişəm. Və əvcəbtu ləhu kəram.